2024-cü ilin dekabrında Aktao yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı məsələdə yeni mərhələ başlayır. Azərbaycan və Rusiya tərəfləri hadisədən irəli gələn problemlərin həlli, o cümlədən kompensasiya ödənilməsi ilə bağlı razılığa gəldilər. Qərarın ötən ilin oktyabrında prezidentlər səviyyəsində qəbulu məsələnin nə qədər həssas olduğunu ortaya qoyur. Rəsmi Bakı üçün bu razılaşma həm də ədalətli tələblərin təmin edildiyinin göstəricisidir. В целом мы считаем, что благодаря прежде всего политической воле двух президентов, Vladimir Putina и Ilham Aliyeva, İlk növbədə iki prezidentin, Vladimir Putin və İlham Əliyevin siyasi iradəsi və onların verdiyi tapşırıqlar sayəsində aidiyyatı qurumlar son dövrdə münasibətlərimizə kölgə salan bütün problemli məsələləri tənzimləyə biliblər. Hər halda kompensasiyalarla bağlı məsələlərin həlli istiqamətində əldə olunan razılaşmalar bunu bir daha təsdiqləyir və bu da Rusiya və Azərbaycan Xaricilər Nazirliklərinin birgə bəyanatından aydın görünür. Bir daha vurğulamaq istərdim ki, münasibətlərimizin dostluq xarakteri və müsbət inkişafı iki ölkə arasında müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında deklarasiyaya söykənir. Həmin sənəd əvvəlki dövrdə prezidentlər Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanıb. Bu addımlar hər iki dövlət və xalq üçün faydalıdır. Bu, düzgün və ədalətli yanaşmadır. Президентами Путиным и Алиевым в предшествующий период. Стратегическое партнерство и элементы поддержки друг друга в sложных ситуациях всегда были важны. Bundan sonra birgə əməkdaşlıq yeni layihələr üçün geniş imkanlar açılır. Strateji tərəfdaşlıq və çətin vəziyyətlərdə qarşılıqlı dəstək hər zaman mühüm rol oynayıb. Biz bunu bu gün də müşahidə edirik. Hər iki ölkə Xəzər regionunun təhlükəsizliyinin təmin olunmasında birgə iştirak edir. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsini birlikdə inkişaf etdirirlər. Bütün bunlar onu göstərir ki, ölkələr arasında münasibətlərin perspektivləri kifayət qədər genişdir və qarşılıqlı maraq və fayda əsasında inkişaf üçün böyük imkanları mövcuddur. Həm Azərbaycan, həm də Rusiya xalqları arasında qarşılıqlı maraq yüksəkdir ki, bu da turizm axınının artmasında da özünü göstərir. Bu bəyanat ümid edirik ki, baş vermiş faciə ilə bağlı mürəkkəb vəziyyətə yekun vuracaq. Под сложившейся сложной ситуацией, под той трагедией, которая произошла. Beləliklə, Azal təyyarəsi ətrafındakı qaranlıq məqamlara aydınlığın gətirilməsi Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin dinamik məcraya keçməsinə yeni impuls verir. Azərbaycanın artan iqtisadi potensialı və xüsusilə də qeyri-neft sektorunda əldə etdiyi nəticələr ölkənin bu əməkdaşlıqda daha üstün mövqedən çıxış etməsinə imkan yaradır. Ticarət əlaqələrinin inkişafı isə yalnız həcm deyil, həm də keyfiyyət göstəriciləri baxımından qiymətləndirilir. Bu isə o deməkdir ki, rəsmi Bakı əməkdaşlığa məhz iqtisadi səmərəlilik prinsipi üzərində qurmağa üstünlük verir. Bundan əlavə, Azərbaycanın məqsədi qarşılıqlı münasibətlərdə təşəbbüskar və istiqamət verici aktor kimi çıxış etməkdir. Знаете, на фоне существующего экспорта сегодняшнего Azərbaycana более 40 milyardов. Bugün Azərbaycan ixracının ümumi həcmi 40 milyard ABŞ dollarını ötür. İxracın əsas hissəsini təxminən 90%-ni enerji resursları təşkil edir və bu sahənin payı artmaqda davam edir. Bununla belə qeyd etmək vacibdir ki, qalan 10% qeyri-xam mal ixracıdır və bu istiqamət dinamik şəkildə inkişaf edir. Qeyri-xam mal məhsullarının təxminən 30%-i Rusiya və Avrasiya İqtisadi İttifaqı ölkələrinə göndərilir və bu segment sabit artım nümayiş etdirir. Konkret Rusiyaya tədarükə gəlincə, qeyd edim ki, bu sahədə fəal şəkildə genişlənir. Xüsusilə süd sənayesi, eləcə də kənd təsərrüfatı, tərəvəz və meyvə ixracı sürətlə inkişaf edir. Eyni zamanda biz Azərbaycandan kakao, paxlası, qəhvə və çay kimi ənənəvi məhsullar da ixal edirik və bu məhsulların həcmi hər il 9-12% artır. Mövcud layihələr çərçivəsində illik artım təxminən 27%-dən çoxdur. Bu, real nəticədir və mövcud ticarət zəncirlərinin möhkəmləndirilməsinə, eləcə də əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. Существующие решения, которые позволяли бы данной цепочкой развивать дальше. Чрезвычайно важно, с моей стороны, отметить это межрегиональное сотрудничество. Mənim tərəfimdən xüsusi vurğulanmalı məqamlardan biri də regionlararası əməkdaşlıqdır. Rusiyanın bir sıra regionları, məsələn, Tatarstan Respublikası və Həştərxan vilayəti və eləcə də digər subyektlər Azərbaycan bazarında fəal şəkildə fəaliyyət göstərirlər. На азербайджанском рынке, соответственно, и азербайджанские компании также. Bu əlaqələr artıq mövcuddur və onların daha da möhkəmləndirilməsi vacibdir. Ümumilikdə biz maraqlıyıq ki, Rusiya biznesi Azərbaycan iqtisadiyyatına aktiv şəkildə sərmayə qoysun. Существуют и должны быть подтверждены. В целом мы заинтересованы в том, чтобы
Azərbaycan azad edilmiş ərazilərinə gəldikdə isə şübhəsiz bu ərazilər geniş miqyaslı bərpa işləri tələb edir. Территория Азербайджана, безусловно, они требуют восстановления. Hesab edirəm ki, Azərbaycanın Qarabağ regionunda həyata keçirilən müxtəlif layihələr Rusiya biznesi üçün də şübhəsiz maraq doğuracaq. Для российского бизнеса те или иные проекты в Карабахском регионе Азербайджана будут представлять несомненный интерес. Что касается dinamiki, то... Azərbaycanla iqtisadi əməkdaşlıqda dinamika müsbət irəliləyiş göstərir. Həm ümumi daxili məhsul, həm də digər sosial-iqtisadi göstəricilər bunu açıq şəkildə nümayiş etdirir. əmtəə dövriyyəsi artır, qarşılıqlı ticarət genişlənir və bunun fonunda ümumi daxili məhsulda da artım qeydə alınır. Bu proses həm Rusiyada, həm də Azərbaycanda müşahidə olunur. Faktiki olaraq yeni layihələr təsdiqlənir və həyata keçirilməyə başlanır. Və qeyd edim ki, layihələrin sayı kifayət qədər çoxdur və onların əksəriyyəti olduqca təsir edici xarakter daşıyır. Ümumilikdə isə bu layihələr əsasən nəqliyyat və logistika sahələri ilə bağlıdır. Daha bir vacib detal. Yola saldığımız həftə Moskvada keçirilən MDB Xarici İşlər Nazirlərinin görüşü fonunda Azərbaycanın mövqeyi xüsusi diqqət çəkir. Regionun aparıcı dövlətlərindən biri kimi ölkəmiz bu formatda yalnız iştirakçı deyil, həm də gündəliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayan tərəfdaş kimi çıxış edir. Bakı üçün MDB çərçivəsi daha çox praqmatik əməkdaşlıq aləti olaraq da qalır. Eyni zamanda Azərbaycan müstəqil xarici siyasət kursunu qoruyaraq regional təşəbbüslərdə aktivliyini də artırır. Bu isə onu göstərir ki, Bakı üçün əsas prioritet hər hansısa blok daxilində sadəcə iştirak deyil, milli maraqları daha qətiyyətlə irəli aparmaqdır. Zakir Musayev, Müşfiq Balayev, Azərbaycan televiziyasının Rusiya bürosu xüsusi olaraq həftə üçün.